gözəl, dəyərli söz həvəskarları, poeziya həvəskarları. Hər birinizi Xəyal xanımın həm də öz adımdan salamlayıram. Xoş gördük hər birinizi və xahiş edirəm məclisi başlamaqdan əvvəl hər birimiz 44 günlük, ondan əvvəl birinci Vətən müharibəsindən ta bu günə qədər olan şəhidlərimizin ruhunu bir dəqiqəli sükutla yad edək. Bütün şəhidlərimizin məkanı cənnət, ruhunu şad edilsin. Dövlət himni səslənir. Dünyanın en güzel himni, Azerbaycan himni. Və Xəyal Əlifsadə qələmli işığına yığışmışıq, gecəmizi açıq elan edirik. Xəyal xanım, buyurun. Axşamınız xeyir olsun, söz sənət adamları, hər birinizi salamlayıram, hər biriniz xoş gəlmişsiniz. Sevinirəm sizi burada görməyə, Allah hər birinizi var eləsin, sizin də belə gözəl məclislərinizdə inşallah. Çox sağ olun Xəyal xanım. Xəyal xanım haqqında qısa bir, onun böyük keşməkeşli, gözəl həyat yolundan qısa bir məlumat hazırlamışam. Xəyal Əlifsadə kimdir? Xəyal Əlifsadə 23 mart 1974-cü ildə Sabirabad rayonunda dünyaya gəlib. Sabirabad rayonu Mirzə Ələkbər Sabir adına bir saylı tam orta məktəbində təhsil alıb. Sonra təhsilini Bakı Şəhər Jurnalist Sənətkarlıq İnstitutunda davam etdirmişdi. Xəyal ədəbiyyatla birlikdə incəsənətin bir neçə sahəsində xüsusi bacarıqları var, musiqi təhsilli gözəl piyanist və gözəl rəssamlıq qabiliyyətinə malikdir. Onun rəsmləri daim oxuduğu məktəbin divarlarında sərgilənib. O 2018-ci ildə Türkiyə mərkəzindən qatılaraq Dünya Akademiyasının ələmələrindən keçmiş, 2020-ci il məlum pandemiya dövrünü səmərəli keçirərək elə o illərdə də Dünya Akademiyasının məzun olmuşdur. Birinci Vətən müharibəsi dövründə hərbi jurnalist kimi fəaliyyət göstərdiyi üçün fəxri üzv kimi tərtib olunmuşdur. Sovet dövründə 15 respublika arasında SSR Jurnalistlər İttifaqının ən gənc üzvü olmuşdur. Sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur. Hələ uşaq yaşlarından belə həm yaşlarından fərqlənən Xəyalın 5-ci sinifdən yazdığı tənqidi məqalələr, povestlər, təmsillər və şeirləri yerli Muğan qəzetində dərc olunurdu və böyük rəğbətlə qarşılanırdı.
ilk təmsili Tuz Quzu olub. Sonraki illərdə redaksiya işləri öz öhdəsinə götürən Xəyal, orta məktəbi bitirib yerli radio verilişində rəhbər işləmişdi. Bakıda ali təhsil aldığı müddətdə belə boş oturmayan Xəyal, bir neçə redaksiyalar ilə əməkdaşlıq edib, Ədəbiyyat və İncəsənət qəzetində məsul işçi, Ozan qəzetinin şöbə müdürü işləyirdi. Elə o illərdə 20 yanvar qəzetinə dəvət edilir və orada redaktor müavini vəzifəsində çalışır. Gənc yaşlarından yazdığı şeirlərlə peşəkar bəstəkarlar tərəfindən mahnılar bəstələnir. Respublikanın xalq artisti Nasbərdə Ustalıyeva, Nüşabə Ələskərli, Aynur Dadaşova, Könül Kərimova, Yaqut Babayeva və başqa sənət adamları ifa etmişdir. İşləri ilə əlaqədar bir müddət ədəbiyyatdan uzaq qalan Xəyal 20-ci ildə yenidən qələmə əlinə alır və yaradıcılığına davam edir. İlk Salam adlı kitabı 1999-cu ildə nəşr olunub. İkinci Həsrət Fəsli adlı kitabı 2009-cu ildə nəşr olunub. Üçüncü Körpü adlı kitabı 2005-ci ilin yanvar ayında nəşr olunub. Dördüncü və beşinci kitabları hal-hazırda bizə təqdim edilən Möhtəşəm Qadın və Görüşünə Gəlmişəm adlı kitablardır. Onu da vurğulayım ki, Xəyal Əlizadə şeirləri bir çox sosial şəbəkələrdə və saytlarda da öz oxucusuna təqdim olunur və böyük sevgi ilə, rəğbətlə qarşılanır. Dəyərli yazarımıza həyat yaradıcılığında uğurlar, davamlı nailiyyətlər diləyirəm. Təbiniz daim rəvan olsun. Haqda yazan qələminiz heç tükənməsin Xəyal xanım. Yazın yaradır. Çox sağ olun, təşəkkür edirəm. Mən bacardıqca qısa etdim, amma gördüyünüz kimi 41 illik yaradıcılıq bundan ibarət deyil hər halda. Təbriki gələnlər arasında Milli Məclisin aparatının baş müşaviri, Milli Məclis jurnalının baş redaktoru Qərənfil Mansurova buradadır. Buyurun Qərənfil xanım. Xoş gəlmişsiniz. Çox sağ olun. Axşamınız xeyir olsun. Mən də arxamı çevirməyim. Mən də hamını salamlayıram. Belə məni təqdim elədiniz, Mələk xanım. Mən rəsmi daşıdığım vəzifə ilə təmsil olmaq istəmirdim burada. Bayaq biz gələndə Xəyal xanım bizi tanış eləyəndə dedi, mən bir ailə üzvü kimi gəlmişəm. Xəyalın bir bacısı kimi böyük və yaxud kiçik o yaş fərqini özü seçər. Amma sizə biraz uzaqdan başlamaq istəyirəm. Mən Xəyalı tanıyanda bizim dostluğumuzun ömrü çox uzundur. Bir igidin ömrü deyirlər. Bu 44 günlük vətən müharibəsində bizim oğullarımız bizə sübut elədilər ki, igidin yaşı olmur. 50 yaşında da igidimiz ola bilər, 10 yaşında da, 5 yaşında da, 15 yaşında da. Bizim dostluğumuzun, doğmalığımızın yaşı gerçək bir igidin yaşıdır. 20 ili keçib, yəni bir qərinəni keçib artıq və mən Xəyalı tanıyanda Xəyal xanım tamam başqa bir sahədə idi, bizneslə məşğul idi. Bizi tanış elədilər, dedilər ki, bizim bu qızımız da jurnalistikanı bitirib, jurnalistdir. Mən də belə maraqlandım, nə jurnalisti olacaq ki, o yəqin ki, jurnalist olsa mən onu tanıyardım. Çünki mən jurnalistikanı məzun olduğuma görə özümdən 5 yuxarı, 5 aşağı bütün o məzunları tanıyırdım. Yaxınlaşdım da gördüm, tanımıram. Ona görə çox ciddi əhəmiyyət vermədim, amma biraz söhbət elədik, gördüm, yox, bu doğrudan gerçək jurnalistdir. Yəni bu qələminin bəhrəsi olan, ondan insanların bəhrələndiyi və bundan sonra və başladım o gün, bugün ona hər dəfə görüşəndə acıqlanmağa ki, bəsdir, burax bu işləri, sənin gül kimi qələmin var, sən sahəni deyirsən, bilmirəm, etiraf eləmək onun üçün nə dərəcədə asandır və yaxud çətindir. Və biz hər dəfə görüşəndə dalaşırdıq, bunun üstündə dalaşırdıq. Bir neçə, çox uzaq vaxt deyil, yaxın bir vaxtda mənə görüşdük, biz dedi ki, bəs belə-belə, mən özdə tamam başqa cür bilirdim, publisistikanı bilirdim, nəsr bilirdim və şeir yaradıcılığı ilə belə gerçək duyğu daşıdığını valla deyim ki, çox tanış idim, tanış deyildim. O qədər sevindim, mənə göstərdi, şeirlərindən bir neçəsini oxudu və mən bu dəfə başqa yöndə dalaşdım ki, sən niyə ancaq bunu TikTok platformasında yayırsan, platformaları dəyiş, yəni istəmirəm indi, hətta büyük mən burada küsülü gəlmişəm, çünki biz dalaşıb ayrılmışdıq.
Amma çox sevindim. Əminəm ki, bu mənim bu savaşım, bu 20-30 illik savaşım bu iki kitabla bitməyəcək. Xəyalı bütün indi tanıdığı burada yəqin ki, Xəyalın tanıdığı adamların çox az bir qismi iştirak eləyir. İnşallah onun oxucuları bütün ölkəni və ölkə hüdudlarından kənarları əhatə eləyəcək, Allah qoysa. Gözəl bacıma arzuluyuram ki, təbi hər zaman rəvan olsun, qələmi hər zaman iti olsun, qələmindən çıxan məhsullar bizim hər birimizə, eləcə də xalqımızın hər bir üzvünə lazımlı olsun. Öpürəm, təbrik edirəm və mən bura tək gəlməmişəm. Sizin təqdimatınızı öncəliyim. Mənim təsadüfən bir tələbə dostumla görüşdüm, o da şair idi. Deyir, hara geysən? Deyirəm ki, mənim bir rəfiqəm var, şair Xəyal Əlifzayda, onun kitab təqdimatına gedirəm. Onu da qoşub özümə gətirmişəm. Mələk xanımın vəzifəsinin 2 dəqiqəliyini uğurlayıram. Şair dostum Bəxtiyar Rüstəmoğlu'nu dəvət edirəm. Buyurun Bəxtiyar bəy, xoş gəlmişsiniz bir daha. Çox sağ olun, təşəkkür edirəm Qərənfil xanım, mənim bu tədbirə dəvət elədiyimiz üçün. Mən də Qərənfil xanımdan uzun illərin tələbə yoldaşıyıq, inşaat mühəndislərin üstündə bir oxumuşuq. Sonra Qərənfil xanım universitetdə oxudu, jurnalistika fakültəsində. Yəni, neçə illərdən sonra biz təsadüfən tanış olmuşduq əslində. Neçə illərdən sonra və Qərənfil xanıma mən bir şeirlə əsr eləmişdim. Böyle tanışdığımızı elə bu şeirlə deyim. Bu həyatda etibarı inamı daha çox qazanır qızlar Qərənfil. Gözəlliyin, məhəbbətin çələngi qoşa yaranıbdır nazlar Qərənfil. Bu var dövlət bu dünyada qalacaq, can verib yaradan düz gün alacaq. Tamaha güc gələn namərd olacaq, məhdərin bəsidir, azlar Qərənfil. Yəni, mən Qərənfildə elə mərdliklər çox görmüşdüm, ona görə yazmışdım. Hər zaman bəxtiyar könlünə yatmaz, hər zaman bəxtiyar könlünə yatmaz. Şirin keçən anı başından atmaz, tələbəli illərinə il çatmaz. Gəlsə neçə yazlar Qərənfil. Yəni, Qərənfil xanımın bu dəvətini mən çox məmnuniyyətlə qəbul edirəm və Xəyal xanım, sizin bir şeirinizi oxudu Qərənfil xanım, çox məmnuniyyətlə, çox rəhmə yatdı və dedim, hökmən burada iştirak edəcəm. Mən sizi ürəkdən təbrik edirəm. Allah sizə can sağlığı, yaradıcılığınızda uğurlar arzu edirəm. Çox təşəkkür edirəm ki, siz belə kitabların müəllifisiniz. Mənim də tələbə yoldaşımlara Sabirabaddan, bəlkə desəm, deməyəcəm, sonra deyərəm, tələbə yoldaşımlara Sabirabaddan. Allah sizin bütün həyat yaradıcılığında sizə uğurlar arzu edirəm. Sağ olun, sizə çox sağ olun ki, dəvət edərsiniz. Çox sağ olun, var olun, Allah razı olsun, Allah can sağlığı versin. Dostlarımız çoxdur burada, hər kəsə söz veriləcək, hər kəs öz ürək sözündə deyəcək, hər kəs şeirdə deyəcək və onu da vurğulayım ki, dostlar, kitab əldə etmək istəyənlər buyursun, yəni sərgilənib kitabımız orada, kitabları əldən əldə edə bilərsiniz. Rövşən Əlbəlini dəvət edirəm, gəlsin bir Xəyal xanımın şeirlərindən ilk o səsləndirsin, sonra davam edəcəyik yenə. Axşamınız xeyirli olsun, mən də hər kəs salamlayıram və Xəyal xanım, təbrik edirəm, uğurlarınız bol olsun, uğurlarımız bol olsun. Mən bütün ədəbiyyat cəmiyyətindən bugün sevinçli bir halda, xoş halda ki, bu gözəl tədbirdə iştirak edirik və buna görə sizə ayrıca təşəkkür edirəm. Yaradıcılığınızda uğurlar, nailiyyətlər, yeni şeirlər gözlədik, sevə-sevə oxuyaq, dinləyək. Verib dururam.
Özüm darxıram sakitsə, səssiz. Biçarə qəlbimi yaman yoruram, məşhur alovunda yanıram sənsiz. Beləcə bir sevgi yalan olursa, daha kimdə doğru gəzməyi dəyir. Kimin ki qəlb evi talan olursa, əylən taleyi gətinəyir. Mən azad quş idim, rahada düşkün, yerlə göy arası sıxışıb qaldım. Gəldim bu ömrümü alt üst eylədim, mənə yar olmadın, yarım aldım. Keşşək etməsəydik bunca dərinə, ruhumla ruhumdan qopmayacaqsan. Nə mən eylənəm başqa birinə, nə sən biri də məndən tapmayacaqsan. Bu da bir ömürdür, yaşansan da mən, saf hisslər satılmır pula, sərvətə. Nüsrət nə demişdi, ruhu şad olsun, heyif o sevgiyə, o məhəbbətə. Heyif o sevgiyə, o məhəbbətə. Bir də təbrik edirəm, mən həyəcanlandım. Həyəcan olmasın. Çox sağ olun Rövşən bəy, var olun. Hələ davam edirik, yenə də olacaq. Mənim xatım, mənim əzizim, mənim dəyərlim. Titulları çoxdur deyə qısaldaraq deyəcəm. Sadəcə Azad Qələm jurnalının baş redaktoru, teleekspert, şair, publisist Nəcibə İlkin buradadır. Nəcibə xanım, buyurun. Hoş gəlmişsiniz, bizim bu gözəl gecəmizi gözəlləşdirmişsiniz biraz da. Buyurun. Çox sağ olun, axşamınız xeyir olsun. Sözün həqiqi mənasında yaxşı məclislər olanda, əslində söz məclisidir. Həm də o söz məclisinin yaxşı insanları olanda adam daha da ürəyi açılır və özünü bir anlıq dünyanın ən gözəl yerində hiss edirsən. Öncə bütün qələmdaşlarımızı, gələn qonaqları salamlayıram. Çox hörmətli Xəyal xanım. Çox qəribədir ki, sizə mən bir neçə danışığımızdan sonra mən sizə tədricən vururdum. Və sizdə olanları əxs elədim. Gördüm ki, yəni redaksiyaya hələ söhbətə gəlməmişdən öncə mən sizin fikirlərinizin o tənqidi tərəfində də dürüstlüyü gördüm. Sonra redaksiyada söhbətində o həyatı düşüncələrinizin dərinliyini gördüm. Və bir insan kimi, bir şəxsiyyət kimi sizi mən kəşf elədim. Ki, doğrudan da həqiqətən bizim bu zamanımız üçün Azərbaycan qadının bütün müsbət xüsusiyyətlərini, əslində həyatın o gözəlliklərini duymaq, o xüsusiyyətləri özündə yaşatmaq hər qadına müyəssər olmur. Var olun ki, siz bu gözəllikləri özünüzlə bərabər yaşatmışsınız. Və neçə illərin bir şairi kimi, söz adamı kimi, sözün içində böyümüşsünüz, sözlə bərabər böyümüşsünüz, boy atmışsınız. Boyunuz mübarək olsun. 41 yaşınız mübarək olsun, yaradıcılığınızın 41 yaşı, dəlildirəm ki, özünüzün də 41 yaşınız. Çünki sözlə bərabər boy atan adam belə sözlə də eyni yaşdadır. Və mən sizə uğurlar diləyirəm. Neçə illik bu yaradıcılığınızı bugün də qoruyub saxlamışsınız, düzdür. Özünüzə qarşı biraz biganəlik, yəni bəziləri kimi özünü gözə soxmaq, bəzilər pəncərədən, qapıdan girmək söhbəti sizdə olmayıb deyənə, o 80-ci illərin ədəbiyyatı necə yetişibsə, yəni o 80-ci illər ədəbiyyatı çox güclü yetişib. Akif Səməd, Şahmər Əkbərzadə, Nüsrət Kəsəmənli, bəli, bax, onlardan bütün o mənəviyyatı sizdədir. Mən bunları əxs elədim sizdə. Doğrudan da o illərin ədəbiyyatı, indi var, ədəbiyyat var. Amma o ədəbiyyatda bir qəribə ədəbi intriqa var idi. Şəxsi intriqa demirəm, ha, ədəbi intriqa. İndikilərdən var, şəxsi intriqa var. Bax, o ədəbi intriqa, ədəbi tənqid həmin o 80-ci illərin ədəbiyyatını yetişdirdi. Məhz o yetişənlərin içində siz də varsınız. Həmişə var olasınız. 41 yox, o gün olsun ki, 82 illiyinizi keçirək, yaradıcılıq illərinizi keçirək. Allah sizi var eləsin, həmişə sözünüzlə var olasınız, yaşayasınız və bir daha təbrik edirəm. Mənim mələyim, mənim gözəlim, həmişə çox istədiyim xanım,
bilirəm, artıq mənim fəaliyyətimi davam elətdirirsən. Mən fəxr edirəm səninlə, hər zaman fəxr edirəm. Gözəl şair kimi, gözəl xanım kimi, sən mənim fəxrimsən, evladım qədər sevirəm səni. Səni də yaraca qurbat edirəm. İnşallah bu yaxında Mələk xanımın kitabı mənim sayəmdə çıxacaq. İnşallah, onu da qeyd edəcəyik. Və bir şeirimlə, mən üzr istəyirəm, burada çox üzr istəyirəm. Oğlum İlkin Əhmədoğlu şair, mənim davamçım da burada iştirak edir. İcazə verin bir şeirimlə sizi bir daha salamlayım. Mənə elə gəlir ki, neçə il bundan öncə görüşmüşəm səninlə. Bilməm hansı döngədə, bilməm hansı dalanda, bilməm hansı küçədə, bilməm saat neçədə. Elə o vaxt o zaman xatirə kimi qalıb ürəyimin küncündə. Saatın əqrəbi tək geriyə döndü zaman. Səni gördüyüm gündən, səni gördüyüm andan. Xatirələr bir açdı. Buz bağlamış həsrətin baxışı ilə qəlbimdə. Bu baxışlar tanışdı ruhumun yaddaşına. Səni qaytardı yenə eşqimin baxışına. Sən demə sevgisinə, yoluxduğum adamsan. İndi bildim dəli tək, darıxdığım adamsan. Dəli tək, darıxdığım adamsan. Çox sağ olun, var olun. Hər zaman fərqi ilə fərqlənən xanım, Nəcbə xanım. Təşəkkür edirəm. Ben yeni gelen dostlarımızı da her birini salamlayırım. Hoş gelmişsiniz, sefa getirmişsiniz. Şəhidlərlə bağlı tədbirdədir. Şəhidlərin adı gələndə bizim dilimiz dal olur da bilirsiniz. Amma o çox istəyirdi ki, bizim məclisimizdə girişi özü açsın. Mən ona buradan təşəkkürümü bildirirəm ki, yazdığı gözəl ön sözə görə və həyatdan da dostumdur. Bir çox insanlar mən 25-30 illik dostlarımdır. Bundan əlavə mən onları heç incitmək, yormaq belə istəmədim, heç dəvət belə eləmədim. Bizim xalq şairlərimiz kitabımın önündə təbrikləri ilə imzalarını atıblar. Bunlardan Nəriman Həsənzadəyə təşəkkür edirəm. Ramiz Rövşən, Vahid Əziz gözəl diləklərinə görə təşəkkür edirəm. Və burada olmadıqları üçün çox da kədərlənmirəm, yaşlarına görə, səhhətlərinə görə, duruma görə başa düşürəm və öz minnətlərimi onların hər birini burada yanında hiss edirəm. Bundan sonra da rəhmətli dostum Nüsrət Kəsəməndinin ruhunu şad edək. Uzun illər iş yoldaşım olan Zərəmxan Yaqub, bayaq Nəcibə xanım düz buyurdu ki, mən onların əhatəsindən gəlmişəm. Nüsrət, Zərəmxan və bugünkü gündə də sağ olsun yenə də bizim qocaman xalq şairlərimiz, sevilən şairlərimiz ki, mənim kitablarımda öz imzalarını atıblar. Teşekkür edirəm. Ne güzel, davamlı olsun Xəyal xanım. Hələ olacaq, hələ bu gözəl qələm, gözəl şeirlər yazacaq, davam edəcək. Və bizim dəyərlimiz Gülnaz xanım buradadır, qiraətçimiz. Buyursun, onu da təbrikini eşidək və hoş gelmişsiniz, hoş gördük. Gəlmir səsi, bir sorağı, bir ömür. Müqavvaya dönür, yaşarsan günü. Ortalıqda danışarsan, gülərsən. Tənhalığa gəldiyində ölərsən. Tənhalığında çəkildinmi, ölərsən. Öz başına özün ağıl qoyarsan.
çırpınarsan, bədənindən doyarsan. Hər kəsin gözünü rəsmən boyarsan, ortalıqda danışarsan, gülərsən. Tənhalığa çəkildinmi, ölərsən. Gözün ağı seçməz, gözün ağı seçməz, qaranı seçməz. Ay belə qismətin içinə bəhməz. Qəlbini göynədən bu yanğın çəkməz. Ortalıqda danışarsan, gülərsən. Tənhalığa çəkildinmi, ölərsən. Xəyalımda yaşanmış xoşan qalar. Gözlərimin ağ yerində qan qalar. Ruhum uçar, viran olmuş can qalar. Ortalıqda danışarsan, gülərsən. Tənhalığa çəkildinmi, ölərsən. Tənhalığa çəkildinmi, ölərsən. Ölərsən. Teşekkür ederim ben sana. Var olun. Çok sağ olun.